Sizə bir nağıl danışım. Günlərin bir günü Əmir Teymur Azərbaycanı işğal eləyir. Onun da ordusunda böyük fillər olur. Fillər də indi işğaldan sonra nə etsinlər? Yedizdirmək lazımdır. Bu heyvan yeməlidir. Bölüşdürür kəndlərə, kəsələrə, rayonlara, belə o qaydada indi keçmişdəki bölgə sisteminə görə verir. Hərəyə bir fil təhkim edir ki, bu filə qulluq edin. Yəni filin xəttinə dayan adam edam olunacaq. Yanına da bir əsgər qoyur, nəzarətçi. Fil girir cəmaatın bostanına, bağına, dağına, hara gəldi, keyfi aranı istəyir, yeyir, dağıdır. Cəmaat da qırha-qır deyinir. Ancaq deyinirlər, öz aralarında deyinirlər, çayçıda deyinirlər, nə bilim, meydanda bir-birinə ətəklikdə, söhbətdə deyinirlər ki, belə olmaz, batdıq getdik, qışda acından öləcəyik, evlərimizi dağıtdıq, fillər, bostanlarımızı, bağlarımız, hər şey əlimizdən getdi. Hərdən bir hirslənəndə cavan oğul uşağı zadı əzib, tapdalayıb, öldürür, zad edirdi fillərdə. Ancaq deyinirlər. Bu vaxtda da Molla Nəsrəddin səyahətdə olur. Gəlir bu kəndlərdən keçəndə görür, bütün kəndlərin dərdi eynidir. Deyir, bir dənə də gəzin bunları, hamısına deyim ki, gəlin filan gün yığılın bir yerə. Gedək bu Əmir Teymura deyək də, bu məsələni deyək, bu dərdiniz var, niyə öz içinizdə çəkirsiniz? Gedək bu Əmirin yanına, bu belədir də, bu dözülməz bir vəziyyətdir. Əgər bu qədər narazısınızsa. Cəmaat da deyir, hə, oldu, gedərək, belə eləyərək, acıqlanarıq, əlimizə belə eləyərək, elə eləyərək. Dünya yaxşı, yığılın filan gün gedək. Bir boşum, gözəl bir cümə günü olur, namazdan çıxandan sonra cəmaatı yığır arxasına, gedirlər. Bütün kəndlər, kəsərlər yığılıb, gedirlər saraya tərəf. Boşum, bir yarım gün gedir, baxır dala ki, Molla Nəsrəddin. Bu var idisə arxasından gələn bir 10.000 nəfər, olub bir 2.000 nəfər. Biraz da gedir, boşum gəlir Əmir Teymurun səhrada düşərgə saldığı yerə çatır, ərazidə. Bu düşərgəsinə çatanda görür ki, bir 20-30 nəfər adam qalıb. Qaravaşlar qaçır ki, sən nə istəyirsən, kimsən? Deyir, mən filan kəsəm, bu məsələ ilə bağlı Əmir Teymurun yanına gəlmişəm. Deyirlər, gözlə, indi səni çağıracaq. Daha yer yoxdur axı, yol yoxdur. Bir də gəlib oraya çatanda təzədən bunu çağırırlar ki, davay, gəl, səni Əmir gözləyir. Gəl dərdi ödəyinəm. Bu görür ki, obşu qalanlar da 3-4 nəfər var. Biri dedi qarnım ağrıdı, biri dedi başım ağrıdı, biri özündən getdi, hərəsi bir yana düşdü. Gəlib 2-3 nəfərinə çadırın ağzına çatır. Çadırın ağzına çatanda, çadırın qapısını ki, qullar aralayanda, 2-3 nəfər itəlir mollanın içəri, özləri qaçıb. Biz deyirik, elə belə bunun yanında gəlmişik. Bizim sözümüz yoxdur. Mollanı salırlar içəri, indi zəhəmli xaqandır da, Türk xaqanıdır, Əmir Teymur, dövlətləri diz üstə çöküb, Osmanlı imperiyasını məhv eləyib qoyub, orada altın ordanı məhv eləyib, qabağında imperiyalar, Hindistanlar əyilmiş bir padişahdır, dünyanın sahibidir. Deyir, salamı verir bu molla, deyir, nə istəyirsən, ay qoca, nəyə gəlmişsən? Molla baxır sağa sola, desəm ki, indi bu cəmaatın bu dərdi var, bu problemi var, bu cəmaat buna layiq olsaydı, elə mənim dalımca gəlmişdilər də bu qapıyacan. Nə olmuşdu? Desəm təkəm, tək gəlmişəm, deyəcək səndən ağıllısı yox idi, mən boynumu vuracaq. Bunun əlində bu boyda dövlətlər, millətlər məhv olub gedib. Deyir, Əmir sağ olsun, sən bu filləri vermişsən hər kəndə bir dənə. Əmir biraz qəzəbləndi, vermişəm, əzəb eləmişəm, sənə soruşacaqdım. Deyir, yox, Əmir sağ olsun, mən onu demək istəmirəm. Bu fillər tək-təkdir, hamısı darıxır. Tək olduğuna görə darıxırlar. Bunların yanına da erkeğin yanına dişi verək, dişinin yanına erkek verək. Qoy çoxalsınlar, artsınlar bu fillər, yesinlər, içsinlər, şad, xürrəm yaşasınlar. Əmirin xoşuna gəlir, buna bir kisə qızıl verdirir. Kisə dedi, bu boyda kisə olur da o vaxtda, yəni kisə deyəndə meşoq deyil. Bir kisə qızıl verdirir, sağ ol, bu mənim ağlıma gəlməmişdi. Gedin o birisi diyarlardakı filləri də gətirin, qoyun burada kef eləsinlər, qoyun tapdasınlar, dağıtsınlar bunlara. Sağ olun.